Arılar balı dərhal möhürlənmirlər. Bunu biz bilirik ki, əvvəlcə nektardakı suyu qanadları ilə yaratdığı temperaturla buxarlandırıb, rütubət təxminən 17-18%-ə düşəndə bal yetişmiş sayılır. Ondan sonra arılar bu gördüyünüz çərçivənin gözlüyünə nazik mum qapağı çəkərək balı möhürləyir ki, havadakı nəmdən qorunsun. Əgər bal tam yetişməyibsə, arılar adətən onu möhürləmirlər. Və təcrübəli arıçılar da bunu yaxşı bilir ki, çərçivənin çoxu möhürlənmədən bal süzümünü aparmaq olmaz. Ona görə bizdə il ərzində iyul ayının axırlarına və yaxud avqustun əvvəllərinə təsadüf edir.